Salam, əziz tələbələr, hər vaxtınız xeyir. Əziz tələbələr, vereceğin imtahan haqqında məlumatlar DİMİN səhifəsində paylaşıldı. Belə ki, ayın 30-u etibarı imtahana qeydiyyat başlayır və bundan əlavə olaraqdan dekabrın 21-də vereceğin imtahanıdır. İmtahan haqqında əlavə məlumatlar üçün bir video daha çəkəcəyəm. Sadəcə istədim ki, artıq vereceğin imtahanı açıqlanmışkən vericiyə aid mövzulara videolar çəkib sizlərə paylaşım. Bugün çəkəcəyim ilk video sınıq pilləkən olacaq. Təbii ki, bundan əlavə olaraq da vericiyə aid olan, xüsusilə rəqəmsal məntiqə aid olan, vericiyin imtahanında çox soruşulan fiqurlara aid olan suallar nümunələrində videoların sizlərə paylaşacağım. Və bundan əlavə olaraqdan bizim kursumuzun saytında sırf vericiyə aid imtahanlar təşkil edəcəyim. Təbii ki, gündəlik olaraqdan 60 sual olmasa da çalışdığım qədərilə sual sayını çox tutaraqdan imtahana qədər sizə daimi quizlər paylaşacağım. Təbii ki, bir neçə dəfə də sırf imtahana bənzər quizlər olacaq ki, bu quizlər də 100 sualdan təşkil olunacaq. Təbii ki, 60 dənəsi məntiq və geri qalan da dünya görüşü ilə qanun fənlərini əhatə edəcək. Bundan əlavə bir də demək istəyirəm ki, vereceğin imtahanında indi vereceğin imtahan haqqında məlumatı olmayan tələbələr üçün qısa bir məlumat. 60 dənə sual soruşulur sırf məntiqdən. Burada 40 dənəsi abstrakt məntiqdir, 20 dənəsi də rəqəmsal məntiqdir. Onsuz abstrakt məntiq haqqında əvvəlcədən dövlət qulluğu olsun, miqrasiya olsun, gömrük olsun və ya magistr olsun, bu kimi imtahanlara hazırlaşan tələbələr abstrakt məntiqi azdan çoxdan bilirlər. Rəqəmsal məntiq isə dövlət qulluğunda yeni-yeni hər imtahanda bir sual soruşulmağa başlayıbdır. İndi çox uzatmadan birbaşa mövzu izahına başlayacağım. İlk mövzumuz sizlərlə sınıq pilləkən olacaq. Nədir bəs bu mövzu? Onun haqqında ətraflı başlayıb izah verək. Demək əziz tələbələr, gəlin izah eləyək buradakı 6 nömrəli sualı. Deyir, döşəmədən pilləkənlə qalxan adam hər addımda ya bir ya da iki pillə qalxır. Deyir, verilmiş pillələrə çatmağın neçə variantda mümkün olduğunu taparaq uyğunluğu müəyyən edin. Gəlin birinci sualın məğzini izah edeyim, sonra qısa yolunu izah edeyim. Baxın, burada neçə dənə pilləmiz var. Görürəm ki, maksimum 5 dənə pilləmiz var da. Yazıram bura 1, 2, 3, 4, 5. Bu bizim üçün pillələrin sırası olsun. Sağ tərəfinə də ehtimalları yazıram. Bu adam hər dəfə ya 1 ya da 2 addım atır. Bunu bildik. Birinci pilləyə çıxmaq üçün buranı da gəlin döşəmə olaraq yazaq. Birinci pilləyə qalxmaq üçün cəmi bir dənə ehtimalı var. Neyin edəcək? Bir addım atıb olacaq birinci pillədir. İkinci pilləyə çıxmağın neçə dənə ehtimalı var? Ya adam bir addımlayıb çıxacaq, yəni 2 dənə bir addım atıb ikinci pilləyə çatacaq, ya da birbaşa neyin edəcək? 2 addım atacaq. Onsuz bilirik, ya 1 ya da 2 addım atabilir. Deməli 2 dənə ehtimalı oldu. Üçüncü pilləkənin ehtimallarına baxaq. Bu adam bura çıxmaq üçün ya 3 dənə bir addım atacaq, bu ehtimallardan biri. Ya bir addım atlayıb sonra iki addım atlayacaq. Yəni neynədir? Bir pillə qalxdı, sonra iki pillə qalxdı. Oldu, gəldi üçüncü pillədə. Və ya bu iki ilə birin yerini dəyişdirəcəyəm. Olacaq bizim üçün birinci iki addım atır, sonra da bir addım atır. Deməli, üçüncü pilləndə 3 dənə ehtimalı var. Dördüncü pilləni fikirləşək. Dördüncü pilləyə qalxmaq üçün 4 dənə bir addım atlaya bilər. Bunu bilirik. Sonra deyək ki, birinci iki addım atlayıb, sonra bir atlasa da gəlir dördüncü pilləyə çatır. 4 dənə pilləni irəlilədi. Sonra ehtimalları artırmaq üçün bu ikinin yerini dəyişdirirəm. Baxın. Deyək ki, birinci bir addım atladı, sonra iki addım, sonra bir addım. Və deyək ki, bir gəldi, ikini axırda atladı. Hər ehtimalda dördüncü pilləyə gəlib. Dördüncü pillə üçün bir ehtimal daha var. Axı, 2 də addımlasa yenə dördüncü pilləkənə çatır. Burada da görürəm ki, 5 dənə ehtimalımız oldu dördüncü pillə üçün. Gəlin 5-ci pilləni baxaq sizlərlə. Bura çatmaq üçün adam ya 5 dənə tək addımını atlayacaq, bir addımlayacaq. Bu ehtimallardan biri. Və ya deyək ki, 2 pillə birdən adladı, sonra da bir pillə adladı. Bu da ehtimallardan biridir. Gəldi çatdı da 5-ci pilləyə. Sonra görürsünüz bu 2-nin yerini dəyişdirərəm. Deyək ki, bir pillə adladı, sonra 2, sonra bir. Sonra deyək ki, adam bir pillə, sonra 2, sonra 1. Sonra biraz daha yuxarıdan yazıram, burada sığışmadır. Bir addımlayıb axırda 2 pillə addımlaya bilər. Bu da ehtimallardan biridir. Amma bitmədi. Adam 2 də adlaya bilir axı. 2 dənə 2 adlayıb,
Sonra bir pillə adlasa yenə də 5-ci pillədədir. Sonra da bu 1-in yerini dəyişdirə bilərəm. Deyək ki, 2, 1, 2 ehtimal. Sonra da ən axırda deyək ki, 1-i əvvələ atsam 1, 2, 2. Baxın elə 5-ci pillə üçün neçədən ehtimal oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Amma bunu yazmağa əst edə bilər. Vaxt ikisidir, yorucudur. Bunun qısa yolu nə edə bilərsiniz? Gəlin onu göstərim sizlərə. Baxın, biz bilirdik ki, birinci pilləyə çıxmanın bir dənə ehtimalı var. İkinci pilləyə də çıxmanın iki dənə ehtimalı var. Ya 2-yə birbaşa adlayacaq, ya da bir-bir çıxacaq. İndi siz üçün ehtimallarını tapmaq istəyirsiniz ha. Bizə deyirək ya 1 ya 2 pillə atıra. Üçün bir əvvəlinə qayıdın, bir də 2 əvvəlinə qayıdın. Onların ehtimallarını toplayın. Bu 2 ilə biri toplayanda 3 dənə ehtimal ortaya çıxdı. Məsələn, 4-cü pillənin ehtimalını hesablamaq üçün 4-dən 1 əvvələ, bir də 2 əvvələ gəldi. 3 ehtimal, 2 ehtimal. Toplam 5 dənə ehtimalı oldu. 5-ci pillənin ehtimal sayısını tapmaq üçün 5-dən 1 əvvələ, bir də 2 əvvələ gəldim. Bu 1 ilə 2-ni də 1-1 ya da 2-2 qalxmağından bilirəm. Məsələn, desəydi 300 qalxır, 3 əvvələ qayıdardı. Deməli, buradakı ehtimallarda 5 ilə 3 olduğu üçün 5-ci pilləndə 8 dənə ehtimal oldu. Bura qədər hər şeyi tapdınız. İndi bizə nə soruşur burada? Çatma variantlarından sayı. Məsələn, 1-ə hansı uyğunlaşar? 5-ci pillənin ehtimalı neçədir bizim üçün? 8 dənədir. Deməli, Y uyğun gəlir. Yanına Y-ni yazdınız. 3-cü pilləyə baxın. 3-cü pillənin ehtimalı 3 dənədir. Deməli, C uyğun gəlir. Yanına C-ni yazdınız. 4-cü pilləyə baxsaz isə burada neçə dənə ehtimalı var? 5 dənə ehtimal var. Deməli, B uyğun gəlir. Yanına B-ni yazdınız. Bu sual bitdi. Təbii ki, burada sınıq pillə yox idi. İndi bir dənə də ona örnək göstərim. Baxaq 5 nömrəli suala. Deyir döşəmədən pilləkənlə qalxan adam hər addımda ya 1 ya da 4 pillə qalxır. 6-cı pillənin sınıq olması onun üzərinə çıxmağı mümkünsüz edir. Çatma variantlarının sayı bir rəqəmlə də olan ən yuxarı pillə neçədir? Baxın, burada ən yuxarı pillə zaten 12 ola bilər. Özünüz üçün ehtimal olaraq 12-yə qədər yazın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12. Qeyd eləyəndən sonra bunlar bilirdik bizim üçün pillələrdir. Sağ tərəfə də ehtimallarını yazacağıq. Baxın, birinci pilləyə qalxmağı nə istədə bilər? Bir dənə ehtimalı var. Buranı döşəmə olaraq fikirləşə bilərsiniz. Deyir onsuz ya 1-1 ya da 4-4 qalxır. Deməli, bu adam birinci pilləyə qalxmaq üçün sadəcə bir dənə ehtimal var. Bir pillə adladı. 2-yə qalxmağın da bir ehtimalı var. Ancaq bir pilləliyib çata bilər. Ehtimal olaraq bir dənədir. 3-cü pilləyə də qalxmağın bir dənə ehtimalı var. Çünki ancaq bir pilləliyib 3-ə çata bilər. Amma artıq 4-cü pilləyə qalxmağın 2 dənə ehtimalı var. Ya bir pilləliyib 4-cü pilləkənə çatacaq və elə birbaşa 4 addım atlayaraq 4-cü pilləyə çatmış olacaq. 4-ü də izah elədik. 5-ci pilləni tapmaq çox asandır. Onun bəyək qaydasını göstərelim. Necə eləyirdik? Burada deyir ya 1 ya 4 axı. 5-in 1 əvvəlinə, bir də 4 əvvəlinə xətt atıram. 1 əvvəli ilə 4 əvvəlinin ehtimallarını toplayıram. 2 ilə 1-i topladım, deməli buranın 3 dənə ehtimalı var. Və fikir verirsiniz, deyir ki, burada 6-cı pillə sınıqdır. Baxın, əziz tələbələr, 6-cı pillə sınıqdırsa, onun üstünə bir dənə xətt çəkib yanında 0 yaza bilərsiniz ki, ora çıxmaq mümkün deyil. Sınıq pilləkən ayağınızı qoya bilmərsiniz axı. Deməli 6-nın ehtimalı yoxdur. Mən 7-nin ehtimalına baxacağım. 7-nin ehtimalını da tapmaq üçün yenə eyni qaydanı izləyirəm. 1 əvvəlinə xətt atıram, bir də 4 əvvəlinə xətt atıram. O da gəldi 3-cü pilləyə. Baxın, əziz tələbələr, biz dedik ki, 6 sınıqda onun ehtimalı 0-dır. 1 əvvəlində 0 ehtimal var, 4 əvvəlində də 1 ehtimal var. 0 ilə 1-i topladım, deməli burada cəmi bir dənə ehtimal var. 8-ci pillənin ehtimalını fikirləşsəz. Yenə 1 əvvəlinə, bir də 4 əvvəlinə xətt atıram. Gəldi, 1 əvvəli 7-ci pillədir, 4 əvvəli 4-cü pillədir. Ehtimallarını toplayıram. 1 ehtimal buradadır, 2 ehtimal buradadır. Deməli, 8-ci pilləyə çıxmağın 3 dənə ehtimalı var. Bunu da yazdıq. Gəlin 9-cu pilləni hesablayaq sizlərlə. 1 əvvəlinə xətt atanda gəlir düşür 8-ci pilləyə. 4 əvvəlinə xətt atanda gəlir 5-ci pilləyə düşür.
İndi bu ikisinin cəmi ehtimal olaraq 3 ehtimal buradadır, 3 ehtimal buradadır. Deməli 6 dənə ehtimal var. 10-cu pilləni hesablasaz. 1 əvvəli 9-dur, 4 əvvəli 6-dır. Baxın 9-un ehtimalı 6-dır, 6-cı pillənin ehtimalı 0-dır. 6 ilə 0-ı topladım, ehtimal sayı bərabərdir 6-ya. 11-ci pilləni gəlin sizlərlə hesablayaq. 1 əvvəli 10-cu pilləyə rast gəlir, 4 əvvəli 7-ci pilləyə rast gəlir. 6 ilə deməli 1-i də topladım, buranın 7 dənə ehtimalı var. 12-ci pilləni gəlin müzakirə eləyək. 1 əvvəli 11-dir. 4 əvvəli də 8-dir. Deməli 11-in ehtimalı 7-dir, 8-in ehtimalı 3-dür. 7 ilə 3-ü də topladım, 10 alındı. Bizə sualın şərtində soruşulurdu ki, çatma variantlarının sayı bir rəqəmli, yəni ehtimalın sayının bir rəqəmli ədəd olan ən yuxarı pillə neçədir? Çatma ehtimalı bir rəqəmli ədəd olan ən yuxarı pilləmiz isə 7 ehtimalından 11-ci pillədir. Sonra 12-ci pillədə artıq 2 rəqəmli olduğu üçün nəzərə almayacağıq. Ona görə də variantımızı A olaraq seçirik. Əziz tələbələr, gəlin baxaq 7 nömrəli suala. Deyir döşəmədən pilləkanla qalxan adam hər addımda ya 1 ya da 2 pillə qalxır. 4-cü və 6-cı pillələr sınıq olması onların üzərinə çıxmağı mümkünsüz edir. Çatmaq variantlarının sayı 3 rəqəmli ədəd olan ən alçaq pillənin nömrəsi neçədir? Baxın, burada pillə sayımız biraz çoxdur maksimum. Maksimum 20 ola bilər onsuz. Onsuz ona görə ehtimalımızı bir 15-ə qədər dəyərləndirək. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 və 15. 15-ci pilləyə qədər yazdım. Ola bilər ki, 20 olsun. İndi bunu dəyərləndirib tapacağıq. Bizim üçün sınıq olan pillələr 4 və 6-cı pillələrdir. 6-da üstündən xətt çəkdim, 4-ün də üstündən xətt çəkdim. Hətta qarşısında da 0 yazdım ki, bunlara çıxmağın ehtimalı yoxdur. Bu bilirsiniz ki 15 yazdığım sıra bizim üçün pillə, sağ tərəfdə ehtimallar olacaq. İndi gəlin dəyərləndirək. Bu adam necə qalxır? Ya 1 ya 2 pillə qalxır. 1-ə qalxmağın əziz tələbələr bir ehtimal var, ancaq bir pillə atlayıb qalxa bilər. 2-yə baxsaq, 2-yə necə qalxa bilər? Ya 1-1 qalxsa 1 ehtimal, ya da birbaşa 2 addım ataraqdan da ikinci pilləyə çata biləcəyi üçün 2 pillə, 2 dənə ehtimalımız var. 3-ü hesablasaq, neyinirdik? 3-ün bir əvvəlinə, bir də 2 əvvəlinə xətt atardıq. Niyə? Çünki ya 1 ya 2 pillə qalxır. 2 ilə 1-i topladım, buranın 3 dənə ehtimalı var bizim üçün. Bunu da qeyd elədik. Sonra keçirəm, onsuz 4-ün ehtimalı yoxdur. 5-in ehtimalına baxaq. 1 əvvəlinə, bir də 2 əvvəlinə xətt atdım. 0 ilə 3-ü topladım, deməli buranın 3 dənə ehtimalı var. Sonra keçirəm, 6-cı pilləni hesablaya bilməyəcəyik, sınıqdır. 7-ci pilləyə baxaq. 1 əvvəlinə, bir də 2 əvvəlinə xətt atdım. Neçə oldu? 0 ilə 3-ü topladım, buranın da 3 dənə ehtimal oldu. İndi sonra keçirəm 8-ci pilləni hesablamağa. 1 əvvəlinə, bir də 2 əvvəlinə xətt atıram. Təkrar deyirəm, bu 1 və 2 pillə qalxdığı üçün 1 əvvəlinə, 2 əvvəlinə gəlirəm. 3 ilə 0-ı topladım, buranın da 3 dənə ehtimal oldu. Sonra gedək də indi. Baxaq 9-cu pilləyə. 9-cu pillənin 1 əvvəlində və 2 əvvəlində 3 ilə 3-ü topladım, buranın 6 dənə ehtimalı oldu. Sonra gəlirəm baxıram 10-cu pilləyə. 1 əvvəlinə, bir də 2 əvvəlinə xətt atdım. 6 ilə 3-ü topladım, 9. 11-ci pillənin ehtimallarını nəzərə alaq sizlərlə. Yenə nə edirəm? 1 əvvəlinə xətt atacağım, bir də 2 əvvəlinə. 9 ilə 6-nı topladım, artıq burada ehtimalımız yüksəldi. Burada 15 dənə ehtimalımız oldu. 12-cinin ehtimallarını gəlin hesablayaq. Biraz yuxarı qaldıracağım, artıq görə bilək. 12-nin ehtimal sayısına baxsaq. 1 əvvəli, bir də 2 əvvəli. 15 ilə 9-u topladım, 24 dənə ehtimal burada oldu. 13-ün ehtimallarına baxsaq. 24 ilə 15-i topladım, 13-cü pillənin 39 dənə ehtimalı oldu. 14-cü pillənin ehtimallarına baxaq. 39-dan 24-ü toplasaq, 50, 13, 63 dənə artıq burada ehtimal var. 15-ci pillənin artıq ehtimalını dəyərləndirsək, 1 əvvəlinə, bir də 2 əvvəlinə xətt atanda 63 ilə 39-u toplayanda 90, 12, artıq 15-ci pilləyə 102 dənə ehtimal var. Ona görə bu qısa yolu göstərir. Yoxsa sizin burada 102 dənə ehtimalı bir-bir yazmaq şansınız yoxdur ki, bacarmarsınız. İndi bizə sualda soruşurdu ki, çatmaq variantlarının sayı 3 rəqəmli ədəd olan
Ən alçaq pillə nömrəsi hansıdır? İndi 15-ci pillədə artıq biz 3 rəqəmli ehtimalı gördüyümüz üçün doğru variantı A olaraq seçirik. Bu gün sizlərlə sınıq pilləkən mövzusuna baxdıq. İmtahana qədər verciyə aid gündəlik 2 video çəkməyə çalışacağım. Bu bəzən 1 də ola bilər, 2 də ola bilər. Buna rəqəmsal məntiq, abstrakt məntiq hamısı aid olacaq. Tək ki, imtahanda sizlərin nəticələriniz yaxşı olsun. Əlavə suallarınızı videonun şərhində WhatsApp nömrəmi də qeyd edəcəm. Oradan mənə soruşa bilərsiniz. Gününüz uğurlu olsun və imtahanda uğur diləyirəm sizlərə.